Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salamlayıram sizi dəyərli tamaşaçılar, İslamda övlad tərbiyəsi mövzusuyla. Biz ötən dəfələrdə məhz şadlığın tərbiyəyə təsirləri barəsində danışırdıq və qeyd etdik ki, şadlıq insanın tərbiyə verməsinə çox təsir qoyur. Və bir neçə nöqtələri qeyd etmişdik. Bundan əlavə də ailə mühitində, tərbiyə mühitində şadlığı qorumağın yolları barəsində danışmışdıq ki, məhz bu nöqtəyə yetişdik ki, səbirli olmaq şadlığı qoruyub saxlayır. Yəni, insan hər nə qədər səbirli olarsa, hər nə qədər səbirlə davranarsa, bir o qədər şad əhval-ruhiyyədə olar ki, bu da tərbiyəçi üçün çox önəmli bir nöqtədir. Və digər nöqtə budur ki, hansı ki şadlığı qoruyub saxlayır, özünüz üçün yaşamaq. Yəni, digər insanlar üçün yox, yaşayarkən özünüz üçün yaşamaq. Özünüz üçün yaşamaq bu anlamda deyil ki, insan Allahı həyatından kənar etsin və yaxud da Allahı unutsun. Özünüz üçün yaşamaq məsələ budur ki, insan şəriət çərçivəsində, Allahın qanunları çərçivəsində sırf öz həyatını yaşasın, digər insanların nəzərləri üçün yaşamasın. Bunun üçün bir çox nümunələr və misallar göstərə bilərik. Nümunələrdən biri budur ki, məsələn, insanların öz toy mərasimlərini və yaxud da qonaqlıqlarını məhz bəhs etməsi, filan kəs nə deyər, o nə deyər, bu nə deyər deyərək davranması və hətta övladlarımızı bəzən böyüdüb başa çatdırırıq və onlar üçün toy mərasimləri təşkil etdiyimiz zaman başqa insanlarla ayaqlaşmaq üçün, başqa insanların nəzərlərini daha çox öndə tutaraq böyük məbləğdə borclara daxil oluruq. Və bu böyük məbləğdə olan borclar sabah səbəb olur ki, övladımızın həyatına davamlı minnət qoyaq, davamlı stres daxil edək və davamlı onlara bu bəhsi xatırladaq. Bu da onların xoşbəxtçiliyinə mane olur. Bu kimi bir çox misallar gətirmək olar. Hər bir məsələdə, hətta tərbiyənin özündə insanların, məsələn, digər insanları nəzərə alaraq sırf yaşaması, İslamın qayda-qanunlarını tapdaq altında qoyması səbəb olur ki, insan öz şadlığını qoruyub saxlaya bilməsin. Sözsüz ki, insan başqalarını nəzərə alsa, nə qədər çalışsa da insanları razı sala bilməyəcək. Amma insan əgər Allahı razı salmağa çalışsa və onun öz həyatını sırf öz imkanları daxilində yaşaması səbəb olacaq ki, daha şən əhval-ruhiyyədə olsun, daha yaxşı hiss etsin özünü. O yüzden də çalışmaq lazımdır ki, insan özü üçün yaşasın, nəinki başqaları üçün. Əlbəttə, başqaları üçün yaşamayaq dediyimiz zaman söhbət fədakarlıqdan, İslamın üstünlük verdiyi əxlaqlardan getmir. Söhbət məhz mənfi cəhətdən digər insanlarla rəqabət aparmaq və digər insanların nəzərlərini düşünərək yaşamaqdan gedir. Və digər məsələ fəqirlərə kömək məsələsidir. Əgər istəyiriksə şadlığımızı qoruyaq, əhval-ruhiyyəmiz həmişə yaxşı olsun, digər insanların sıxıntısı olan, ehtiyaclı olan insanların köməyinə yetişmək, onlara maddi, mənəvi cəhətdən yardım etmək səbəb olur ki, şad əhval-ruhiyyədə olaq və öz şad mühitimizi qoruyub saxlayaq. Bu da bizim tərbiyədə neçə cəhətdən təsirli bir rol oynamasına səbəb olur. Birincisi budur ki, öz əhval-ruhiyyəmiz yaxşı olur. İkinci cəhətdən budur ki, hətta övladımıza da biz öyrədirik ki, necə digər insanların ehtiyacları ilə məşğul olsun və digər insanlara fədakarlıq etsin, infaq etsin. Və insanın ruhiyyəsini şad edən əməllərdən biri Quran tilavətidir. Yəni, insan hər nə qədər Quran ayələrini oxuyarsa, tilavət edərsə, bir o qədər də ruhiyyəsi və mənəviyyatı yüksək səviyyədə olacaq. Və bu da onun sözsüz ki, yüksək səviyyədə şadlığını qoruya bilən insan tərbiyədə də daha çox müvəffəq olacaq demişdik biz ötən dəfədə. Quranla rabitənin təkidinə məhz bu yüzdən Əhl-i-Beyt çox önəm verir. Əhl-i-Beytin sifarişlərinə baxdığımız zaman Həzrət xanım Fatimə-i Zəhradan biz görürük ki, deyir, sizin dünyanızdan sevdiyim şeylərdən biri məhz Quran tilavətidir. Və İmam Sadiq əleyhissalamın sifarişinə əsasən hər bir insan gündəlik ən azından adət etməlidir ki, müsəlman, şiə olan şəxslər adət etməlidir ki, 50 ayədən
az tilavət etməsinlər. Ən azı, yəni minimum həddə hər bir insan çalışmalıdır ki, gün ərzində bir səhifə də olsa Quran oxusun ki, bu həm övladlarımıza təsir qoyur, həm həyatımızın ruzi bərəkət tapmasına kömək edir və həm də eyni zamanda öz əhval-ruhiyyəmizi yüksək tutmağa kömək edir. Hər an dəstəmazlı olmaq, yəni davamlı insanın təharətli olması, dəstəmazlı olması səbəb olur ki, insan özünü yaxşı hiss etsin və şadlığını qoruyub saxlaya bilsin. Dəstəmazlı olmaq hətta yatmağa gedərkən, hətta xörək yeyərkən və hansısa bir işin ardıcan gedərkən çalışmaq lazımdır ki, imkan həddində dəstəmazlı olsun insan və əgər insan dəstəmazlı olarsa, hədislərə əsasən onun hətta yatmağı belə ibadət qismindən hesab olunur. Və bu təkid olunan müstəhəb əməllər ki var dinimizdə, bunlar özü insanın şadlığını qorumasına səbəb olur. Və qeyd olunub ki, dua və əhl-i beyt məclislərində, yəni dua məclisləri və əhl-i beyt məclislərində iştirak etmək, məzhəbi məclislərdə iştirak etmək, hətta məzhəbi məclislərində göz yaşı axıtmaq, Məhərrəm məclisində İmam Hüseyn üçün göz yaşı axıtmaq səbəb olur ki, insan şad əhval-ruhiyyədə olsun. Bəzi göz yaşları insanlara depressiya gətirir. Lakin bəzi göz yaşları, məsələn, Allah üçün göz yaşı axıtmaq, əhl-i beyt üçün göz yaşı axıtmaq, digər insanların qəmində şərik olmaq üçün göz yaşı axıtmaq səbəb olur ki, insan belə deyək ki, şadlıq əldə etsin. Yəni Allahın bəyəndiyi göz yaşlarıdır bu göz yaşları. Lakin bəzi hətta gülməklər var ki, bunlar insana qəm və qüssə gətirir. Necə ki, insanlar puç kinolara, puç lətifələrə, mənasız şeylərə sadəcə deyib gülərək axırda qəm əldə edirlər. İnsan anidən yüksək səviyyədə, yəni pik həddə gülür, danışır və anidən ona qəm üz gətirir. Çünki faydasız və hədəfsiz gülüşlərdir bunlar. Bunun əksi olaraq dua və əhl-i beyt məclislərində, məsələn, nüdbə duası məclisi, məsələn, təvəssül duası məclisi və yaxud müxtəlif dua məclislərində iştirak etmək özü insanın ruhiyyəsini, əhvalını qoruyub saxlamağa kömək edir. Sübh tezdən oyanıb durmaq. Yəni, hətta təkid olunur ki, gecə namazı vaxtında, yəni sübh namazına az qalmış bir vaxtda, yarım saat öncə, 20 dəqiqə, 15 dəqiqə öncə oyanmaq, ibadət və zikirlə məşğul olmaq özü səbəb olur ki, insan şad əhval-ruhiyyədə olsun. Bu yüzden də məhz dinimizdə təkid olunur ki, sübh tezdəndən oyansın insanlar və hətta hədislərdə var ki, bu dönəmlərdə ruzi paylanan vaxtdır və çalışın ki, bu vaxtlarda, bu saatlarda yuxuda olmayın. Və sübh tezdən durmaq ümumiyyətlə insan həyatına bərəkət gətirir hədislərə əsasən. Sübh tezdən durub dua ilə, ibadətlə məşğul olmaq, öz gündəlik işlərinlə məşğul olmaq daha tez yəni işləri tamamlamağa səbəb olur. Bu da səbəb olur ki, insan nizamlı olsun, insan yəni səliqəli olsun, səhmanlı olsun və bu yüzden də insanın əhval-ruhiyyəsi daim şad olur. Və hətta digər vaxtlarında daha səmərəli istifadə edə bilir. Sədəqə vermək. Sədəqə vermək, digər insanlara yardım etmək səbəb olur ki, insan yaxşı əhval-ruhiyyədə olsun, öz şənliyini, şadlığını qorusun, yüksək əhval-ruhiyyədə olsun. Və sədəqənin bir çox növləri var ki, biz dəfələrlə müxtəlif mövzularda bunun bəhsini etmişik. Sədəqə təkcə maddi yardım deyil, eyni zamanda da mənəvi cəhətdən insanlara xidmət göstərmək, hətta din qardaşının üzünə təbəssüm etmək, ən aşağısı yoldan hər hansı bir maneəni qaldırıb dəf etmək, insanların gediş-gəliş yolu olan yerdən hər hansı bir maneəni, daşı və yaxud da taxta parçasını qaldırıb götürmək özü səbəb olur ki, sədəqə qismindən hesab olunsun və insanın əhval-ruhiyyəsinin yaxşı olmasına, qorunmasına gətirib çıxarır. Ümumiyyətlə, əgər dinimizdə hər hansı bir müstəhəb əməllərə təkid olunursa, bütün müstəhəb əməllər demək olar ki, insanın əhval-ruhiyyəsinə müsbət təsir qoyur. Və bütün məkruh əməllər, yəni bəyənilməyən əməllər, bildiyiniz kimi müstəhəb əməllər savab əməllərdir və məkruh əməllər də bəyənilməyən əməllərdir. Yəni Allah tərəfindən
bəyənilməyən, sevilməyən əməllərdir ki, onlar da insanın əhval-ruhiyyəsinə və sağlamlığına mənfi təsir qoyur. Şadlıq barəsində edəcəyimiz bəhs bunlardır və əgər araşdırsaq, dinimizdə bütün təkid olunan əməllər, Allahın yəni təkid etdiyi halal və müstəhəb əməllər məhz insanın şadlığını qorumasına səbəb olur ki, bu da düzgün tərbiyəyə çox böyük bir təsir qoyur. İnşallah gələn dəfə yeni bir bəhslə qarşınızda olacaq, yəni yeni bir nöqtələrlə qarşınızda olacaq. Hələlik sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.